iComp'un V2 texnikləri növbəti sifarişi gördüyünüz bu akvarium tipli кейsə montaj elədilər böyük sevgi ilə və birazdan müştərini xoşbəxt eləmək üçün sistem bloku yola salacağıq. Bir sistem blokda əgər 24 nüvəli 6 GHz tezlik və RTX 5070 12 GB 192 bit gücündə videokarta varsa təsəvvür etmək çətin olmaz ki, bu sistem blokla gamerlər və dizaynerlər nə hoqqalardan çıxa bilər. Qeyd edim ki, ana platanın üzərində 64 GB-lıq operativ yaddaş fərəqətdə durub və əlavə olaraq 2 TB-daki M2 sürətli SSD bura quraşdırmışıq ki, müştəri yaxın zamanlarda yaddaşla bağlı heç bir problem yaşamasın. Belə bir detallara hansı ana plata yaraşar? Təbii ki, Asus'dan Z790 DDR5 Wi-Fi dəstəkləyəm. Prosesor isə gördüyünüz 3 fanlı Liquid maye soyutması soyudacaq. Ümumi sistem bloku işə salacaq 850 Watt-lıq Gold sertifikatı ilə qida bloku. Keçək əsas məsələyə. Hər kəsi təbii ki, qiymət maraqlandırır. Bu spesifikasiyada sistem blok nədə alışa? 3999 manat, yəni 4000 manata əmələ gələcək. Daxili kreditdən də götürə bilərsiniz. Aylıq 261 manat ödəməklə. Bunu da nəzərinizə çatdırım ki, istənilən spesifikasiyaya uyğun, istənilən büdcəyə uyğun iComp'dan masaüstü kompüterlər sifariş eləyə bilərsiniz. Montaj olunması və Windows əməliyyat sistemi də ki, iComp tərəfindən sizə hədiyyə olunacaq.